Herkəsə 25 sentyabr 2025-ci il tarixində dövlət qulluğunda istifadə olunmuş Azərbaycan dili sualının izahına baxırıq. Birinci sual. İsmi xəbərli şəxsiz cümləni müəyyən edin. Bizə sualda iki şərt qoyulub. 1. Cümlə ismi xəbərli olmalıdır, həmçinin şəxsiz cümlə olmalıdır. İlk öncə feilli xəbər olan cümləni çıxardırıq. Məsələn, D variantı. Cavab feilli. Bunun xəbəri feilli xəbərdir. Ona görə D variantı çıxdı. İkinci şərtimizə baxaraq, digərlərinə baxaraq hamısı ismi xəbərlidir. İkinci şərtimizə baxaraq cümlə şəxsiz cümlə oldu. C variantı çətinlikdə qazanılan qələbə. Bu adlıq cümlədir. Şəxsiz cümlə deyil. C variantını çıxartdıq. B variantı mühəndis olmaqdır. Nə arzusu? Mübtəda varsa şəxsiz cümlə ola bilməz. Müəyyən şəxsiz cümlədir. İrəlidədir. Kim? O. Yenə eyni qayda. B-də olduğu qayda ilə eynilik təşkil edir. Burada da mübtəda varsa müəyyən şəxsdir. Şəxsiz ola bilməz. Yazın ayı idi. Bilişdə xəbərdir. Mübtədası yoxdur. Bərpa edə bilmirik. Ona görə cavab olur A variantı.